Travaqoda faktura mətnizi yaratmaq çox rahatdır. Gəlin addım-addım baxaq. Əvvəlcə sazlamalara daxil oluruq və invoice sazlamaları bölümünü açırıq. Burada faktura mətni hissəsini görəcəksiniz. Bu bölmə sizə hazır invoicelara əlavə mətn daxil etməyə imkan verir. Buraya öz qaydalarınızı, bank rekvizitlərinizi yaxud sadəcə müştərilərə qısa bir təşəkkür mesajı belə yerləşdirə bilərsiniz. Hansı məlumatı vermək istəyirsinizsə, sərbəstsiniz. Yeni mətn əlavə etmək üçün faktura mətni düyməsinə toxunursunuz. Açılan xanaya mətni yazırsınız, təsdiqləyirsiniz və sağ tərəfdəki aktivləşdirmə hissəsindəki false vəziyyətini true edirsiniz ki, mətn invoicelara tətbiq olunsun. İstəsəniz eyni anda bir neçə fərqli faktura mətnində yarada bilərsiniz. Hansını aktiv etsəniz, avtomatik olaraq invoicelara o əlavə olunacaq. Travaqoda bu proses tamamilə sadə və çevikdir. Mətnlərinizi dəyişdirmək, yeniləmək və yaxud da müxtəlif vəziyyətlər üçün fərqli variantlar yaratmaq üçün bir neçə saniyəniz kifayətdir.